Salam əziz dinləyicilər, bizimlə birgə olduğunuz üçün sizə təşəkkür edirik. Bu gün biz Urmu gölündən danışacağız. Bugünkü əziz qonağım Ayı Behzad Ciddibəy. Çox xoş gəlibsiz. Çok hoş gördük Serap Hanım. Sağ olun davet için ve çok sevinirim. Bir daha bu diyalogda varım. Biz də çox sevinirik. Sizdən ilk sualımı soruşmaq istəyirəm. Sizcə Urmu gölü niyə quruyur? Ben ilk bu sualı dostların hamısı yani bakıram diyaloga. Dostların hamısı buna toxunurlar. Çok genel bir şeylere toxunurlar. Ben bir qayıdıram bir iqtisadi yönüne bir baxam. Bir saxtarı bir səbəbi var. Bu saxtarı səbəbi də ben təqribən bir keçən il bir Ətək yazıya bir yazı vermiştim. Əcəmoğlu diye bir ekonomist var. Tanınmış bir iqtisadçı var burada. O bir kitap yazıp niye bazı milletler çökürler. O kitapta çok dikkatle yani 100 ildən artıq datanı dünya səviyyəsində data yığır, araştırır ve orada qəşəng göstərir ki, niye bazı milletler çökürler. Yani bazı milletler sirvətli olurlar, bazıları yoxsul olurlar. Misal üçün, niye Meksikliler ve Amerikalılar ikisi eyni qarradadilər, eyni kontinentdədirlər, eyni bölgədə yaşayırlar. e, nə bilim iqlim şəraitləri eynidir. Eynən İranla Türkiyə kimi iqlim şəraitləri eynidir. Bu məsələyə toxunacağıq sonra Urmu gölü məsələsinə gələndə. Nədən Meksikalılar o vəziyyətdə olur? Ancaq Amerikalılar çox gəlişmiş, pullu və sərvətli olurlar. Nədən məsələn Amerikalıların orta gəliri Meksikalıların 10 qatıdır. Bu məsələni Əcəmoğlu araşdırır. İqtisadçıların arasında Əcəmoğlunun bu araşdırmasından qabaq bir yerine oturmuş bir fikir vardı. Hamı bu məsələnin əsas səbəbin kültürel məsələlərə bağlayırdı iqtisadçıların hamısı. Ya bölgənin potansiyellərinə, deyirdilər ki, əsas bölgənin potansiyelləri, orada olan iqtisadi maneələr, oranın kültürünün fərqli olması, nə bilim bunlardan qaynaqlanır millətlərin yoxsul olması. Ancaq Əcəmoğlu gəlir 200 il, 100 ildən artıq təqribən düz xatırımda qalsa 120-130 il data, bəzi ölkələrdə 200 ilə yaxın data yığır. Sonra araşdırır ki, görsün, misal üçün niyə Quzey Koreya o vəziyyətdədir və xalq təqribən acından ölür, yoxsul durumda və Quzey Koreyada hər bir Koreyalının ortalama gəliri 20 qat daha artıqdır Quzey Koreyalılardan. Nəticəni gəlir xülasələşdirir və Əcəmoğlu deyir ki, bu çox da onların, o millətlərin, o yoxsul millətlərin nə deyim, potansiyelləri ilə bağlı deyil, onların kültürləri ilə bağlı deyil. Bunun əsas səbəbi ora hakim olan iqtisadi sistem və siyasi sistemdir. Misal üçün, Güney Kore'de veya Amerika'da bir inklusif sistem var, iqtisadi bir sistem var. İnklusif dediğimizde öz dilimizde əhatəli. Əhatəli sistem necədir? Əhatəli sistem gəlir bölgənin potansiyellərinə baxır, bölgədə olan çıxarlara baxır. Bir azad bazar var, gəlir oranın potansiyellərin bu bazarda olan müəssisələr, institutlar. Gəlirlər, araşdırırlar bölgənin potansiyellərin, havasın, nə qədər qazanc potansiyeli var, nə yollarla o millətin potansiyelini istifadə edə bilərlər, gələcək nəsilləri nəzərdə alırlar. Üçün məmulən bir normal bir iqtisadi sistemdə şirkətlər sadəcə sabahı görmürlər. Şirkətlər belki 100 yıl sonranı düşünürler. Yani bu şirkette olan ve bu iktisadın içinde olan müesseseler ki var, onlarda işleyen hərəsi 20 yıl, 30 yıl işləyəcək, çıxıb gedəcək və o şirkət qalacaq, o şirkətin içində gələcək nəsillər çalışacaq. Onlar o bölgənin yeraltı qaynaqlarını necə yönəltsinlər ki, həm gələcəkdə sorun olmasın, həm indi ən yaxşı şəkildə qazanclarını əldə etsinlər. Onlar gəlirlər bu azad, yəni inklusif sistemdə, əhatəli bir sistemdə bölgədəki xalqın, yerli əhalinin potansiyellərinə baxırlar, görürlər
hansı sahələrdə yaxşıdırlar, hansı sahədə təxəssüsləri var, o təxəssüslərdən necə istifadə edə bilərlər və ya hətta bölgədə bəzi potansiyel olsa, iş qüvvəsi olmasa, yəni məharətli iş qüvvəsi olmasa, bunu necə başqa ölkələrdən gətirmək olar, ya başqa bölgələrdən. Bunun qarşısında, yəni Amerikada və ya Güney Koreyada hakim olan sistem belə inklusiv bir sistemdir. Bunun qarşısında ekstraktiv sistem var. Ekstraktiv deyəndə bir sistemdir ki, sadəcə yeraltı qaynaqları görür. Yeraltı qaynaqları görür və o sistemə, o iqtisadda, yəni yeraltı qaynaqları, misal üçün bir ekstraktiv sistemdə, ya bilmirəm Azərbaycancası necə olur, ya Türkçəsində, İngiliscəsi olur ekstraktiv sistem, yəni sadəcə yeraltı qaynaqları çıxartmağa düşünür. Başqa bir şey ona önəmli olan, misal üçün Urmu gölünün ətrafında olan xalqın rifahı deyil, ya oranın ekonomisi deyil. Ona önəmli olan Urmu göldə nə qədər lityum var, nə qədər duz var, nə bilim Urmu gölü qurulsa nələr olacaq. Bunları düşünür. Yəni insanları görmür və orada bölgənin iqtisadını görmür. Sadəcə ona önəmli olan, dostların birisi elə bu dialoqda deyirdi, dolar məzənnəsidir. Yəni neçə dolar qazanacağım bu yeraltı qaynaqlardan. Nəysə, sözümüzə geri qaydanda bu ekstraktiv sistem səbəb olub, ekstraktiv sistem səbəb olub Kuzey Koreya eyni vəziyyətə düşüb. Yəni Kuzey Koreyada azad bazar yoxdur. Müəssisələr, iqtisadda rol oynayan şirkətlər hamısı hələ eyni halda Kuzey Koreyada bir başqa fərq də var. Başqa məsələn Güney Amerikanın müəssisələri, yəni ekonomisi ilə bir fərqi var. İran kimi Kuzey Koredə hətta o ekstraktiv şirkətlər ki var, onların sahibi də dövlətdir. Yəni dövlət bir mafiya rolu oynayır. Normalda çalışan iqtisadlarda bir iqtisadi müəssisələr olar, iqtisadda rol oynayan bəxşlər olar. Bu bazar olar. Bazar normalda düzgün çalışar və o yeraltı qaynaqları effektiv şəkildə bu bazarın arasında paylaşır. Yəni istehsal edicilər və o nə deyirlər, istehsal edənlər. Onların arasında. Ancaq bəzən eksternalite, ya məsələn, xarici qüvvələr bu bazarı qoymur düzgün çalışsın. Misal üçün, yəni misal vurmadan qabaq bunu istəyirəm. Bu bazar düzgün çalışmayanda, yəni hər yerdə biz görsək bir çevrə problemi var. Yəni orada yeraltı qaynaqlar, ya yerüstü qaynaqlar, o təbii qaynaqlar həddən artıq istifadə olunur. Yəni demək ki, bazarda o təbii qaynağın gerçək qiyməti, yəni o bazarda olan qiymət o təbii qaynağın qiymətini göstərmir, daha ucuzdur. Ona görə o ekonomi onu daha artıq istifadə edir və yeraltı qaynaqları aradan aparır. Urmu məsələsində də biz eyni məsələ ilə qarşı-qarşıyıq. Yəni orada bölgədə çalışan bazar yoxdur. Çalışan bazar keçmişdə olsa da, keçmiş 40 ildə xarici qüvvələr gəlib bu çalışan bazarı aradan aparıb. İndi bu danışdığım, yəni qarşıda artıq misal vuracağım, açıqlayacağım ki, nədən bu bazar çalışmır. Sonra düzgün siyasi sistem yoxdur. Yəni normal ekonomilərdə bazar çalışmayanda dövlətə zəmin yaradır, gəlsin, bazarın o çalışmayan yönlərini düzəltsin. Yəni yardım etsin, bazar daha düzgün çalışsın. Ancaq İran kimi ekonomilərdə, ya Kuzey Koreyada, ya Meksikoda bütün sistem ekstraktivdir. Yəni dövlətə və o iqtisadi müəssisələrə önəmli deyil orada hansı potansiyellər var, necə onları faydalana bilərlər və sadəcə dedim, o yeraltı qaynaqları görürlər və onu necə çıxardıb elə xam şəkildə xarica sadir edə bilərlər. Bu müəssisələr belə bir sistemdə heç düşünmürlər ki, biz bölgədə elə bir sistem yaradaq ki, o added value deyirlər də, o bölgənin iqtisadiyyatına bir səmərəsi olsun və bu yeraltı qaynaqları
bu ham haldan başka bir maddelere çevirək, bir ekonomi dolansın ve bölgede olan işsizlere iş tapılsın, onlar işləsinlər ve onların o bölgenin ekonomisi fırlansın. Bunlar onu düşünmürlər. Bunlar deyirlər ki, çıxardaq aparaq ve son hedefimiz bizim ideolojidir ve ideolojimize sadece ihtiyaçdır. Yani altyapı bir o kadar da lazım değil. Niye ki e, buna hamımız yaxşı bilirik ki, İranda bir rant dövlət var. Rant dövlətində bunu dəfələrcə mən vurğulamışam. Bu rant dövlətə, yəni bu günə qədər, baxsaz neçə il bundan qabağa qədər heç vergi də almazdı. Yəni cəmiyyətdən heç vergi də almazdı. Yəni nefti satardı. Neftdən hər şey təmin olunardı. Bir o qədər də millətə və ya bölgənin iqtisadiyyatını gəlişdirməyə ehtiyacı yox idi. Bu keçən illərdədir ki, təhrimlərdən dolayı nefti sata bilmir, yoxsullaşıb. İndi başlayıb vergiləri düşünür. Halbuki gene de o vergilər niyə çalışmır? Onun da başqa uzun nədənləri var. Bu bəhsə sığmaz. Bir qısa, yəni xülasə versəm, bölgənin orada Urmu gölü niyə qurur? Düzgün bazar yoxdur. O düzgün bazar niyə çalışmır? Xarici qüvvələr var. Misal üçün, keçən 40 ildə İran çox çalışdı ki, bütün buğda və başqa məhsullarda dünyada müstəqil olsun. Bunu 40 ildə biz uşaqlıqdan eşidirik ki, biz bu il buğdadan müstəqil olduq, gələn il müstəqil olacağıq. O səbəb oldu ki, yəni o dostların hamısı işarə eləyiblər. Həddən artıq sədlər vurulsun, ondan sonra onları çalışsınlar bu əkinçilikdə istifadə eləsinlər və demək ki, o cəmiyyət artımı ki var idi keçən 44 ildə İran cəmiyyəti təqribən 3 bərabər olub. Bu 3 bərabər cəmiyyətin yeməyini təmin etmək üçün və xariclə də siyasi problemi var, eləyə bilmirdi, varidata çox dayansın. Çalışdı müstəqil olsun. Təbiətən İranda üçün təqribən iki bölgə var ki, əkinçiliyə potansiyeli yüksəkdir. Biri Azərbaycandır, biri də Xuzistan. Baxsaz da İranın əkinçiliyinin əsas böyük hissəsi bu iki bölgədən gəlir. Və cəmiyyət harda çoxalmışdı? Mərkəzdə. Mərkəzdə zaten o potansiyel yoxdur. Quruluq var, susuzluq var, su yetirmək olmurdu, əkinçilik gəlişə bilməzdi. O mərkəzin cəmiyyətinin artımının yükü düşdü Azərbaycanla Əhvaz bölgəsinə və səbəb oldu ki, bu yeraltı sular həddən artıq istifadə olunsun. Yəni o yəni o yeraltı sular potansiyelindən izafə götürüldü və səbəb oldu Urmu gölü qurumağa başlasın. Sonra onun yanında düzgün siyasi bir sistem olmadı ki, hətta bu problemi bir problem kimi görsün. Keçmiş 25 ildə biz görürük ki, nə qədər biz etiraz etsək də, bunu hakimiyyət bir problem kimi görmür. Yəni görmür, istəmir də görsün. Ən azı hakimiyyətin rəftarı bunu göstərir. Bir də düzgün çalışan qanun yoxdur. Misal üçün, hakimiyyət gəlsə, birdən bu quyuları qədəğən eləsə də, yəni gəlsə quyuları doldurmaq istəsə də, kimin quyusunu dolduracaq? Sonra, nə bilim, fasid bir sistem var, mafiyai bir sistem var. Məsələn, bu quyuların neçə faizi normal bir, nə deyim, vətəndaş əkinçinin quyusudur. Ortada bir istatistik yox. Biz hardan bilirik bu quyuların neçə faizi Sipahın mafiyalarının əlindədir? Bunun nə qədəsi əkinçilikdə kullanılır? Hakimiyyət elə bir söz atır vəsətə, biz də onu fakt kimi götürürük ki, Urmu gölünün quruması ilə əkinçilər səbəb olub. Daha artıq quyu qazıblar. Ancaq heç vaxt araşdırmıyoruz ki, bu quyular niyə qazılıb? Kim qazıb? Mafiyalar necə qazıblar? Yəni, nə üçün qazıb? Neçə dərsədi bu mafiyalarındır? Hakimiyyət istəsə, Urmu gölü məsələsini həll eləsin, aya hazırdır bu Sipahın içində olan mafiyaları çalışa çəksin ya yox. Bunların hamısı böyük suallarda araşdırmaq lazımdır. Məncə elə, yəni qısa desəm, düzgün bazarın düzgün çalışmaması, çalışan siyasi sistemin olmaması və üçüncüsü düzgün qanunun hakim olmaması. Bir dənə misal vurum, bitirim bu hissəni.
Mənim şəxsi təcrübəm və şəxsi müşahidələrim. Bizim bölgədə təbiətən o quyunun qazılmasının əmri Tehrandan gəlmir. Tehrandan rəisi zəng eləmir ki, filan kəsə icazə verin quyu qazsın. Bizim öz nümayəndələrimiz təbliğat olanda ki, əksərən sipahidələr, əksərən sistemə bağlıdırlar. Yəni, zaten sistemə bağlı olmasalar nümayəndə ola bilməzlər. Onlar gəlirlər, hər nümayəndəliyə şirkət eləyəndə bir o bölgənin o ağsaqqalları ki var və nə deyim, adamları çoxdur, rəy sayları çoxdur, çənə vurmaq gücləri var. Onlara söz verirlər ki, siz mənə rəy verin, mən sizin yerlərinizi sulu eləyəcəm. Demdən çıxardacağım, sulu eləyəcəm. Onun nəticəsində elə məsələn dostlarımız işarət etdiyi kimi yüz minlərcə quyu var Urmugölün ətrafında. Onun da hamısı ilə o nümayəndələrin həddən artıq qanundan üstün olmalarının səbəbi, qanundan üstündürlər. Yəni İranda özünüz bilirsiniz ki, rabitələr qanundan üstündür. Hətta bu gün qanun keçilsə də, mən çox danışıram, çox bağışlayın. Qanun keçsə də, qanun olsa da ki, məsələn, bu gün quyuları bastırırıq, təbiətən o sistem o qədər fasiddir ki, o mafiyalar bir yollar tapacaqlar ki, o quyuların saxlasınlar. Sadəcə o normal bir yoxsul əkincisidir ki, bu vəsətdə ziyan görəcək. Demək bu ki, 3 dənə təkid edirəm. Bir, düzgün bazarın olmaması. İkincisi, çalışan siyasi sistemin olmaması və siyasi sistem bu məsələnin bir hissəsidir. Siyasi sistemi bu məsələdən ayırmaq olmaz. Hətta iqtisadla siyasəti ayırmaq olmaz. İqtisad düzgün çalışmaq üçün yanaşı onunla bir düzgün siyasi sistem lazımdır və düzgün məhkəmə sistemi və qanun lazımdır. Bunların heç birisi İranda yoxdur təəssüflə və o səbəb olur ki, Urmugölü qoruyur və bunun bu günə qədər nə deyim, çıxış yolu da biz nə qədər etiraz etsək də bu məsələni həll eləyə bilməmişik. Əsas, dedim, bu 3 dənə əsas amillərin çalışmamasıdır. Yenə də detallı danışa bilərik. Əlbəttə, çox sağ olun. Mən etirazlar demişkən ikinci suala keçmək istəyirəm. Keçən illərdə Urmuc gölünə bağlı etirazlar oldu, amma zəif keçdi. Bu ildə oldu, amma yenə bu ildə çox zəif keçdi. Sizcə bunun bir iqtisadi bir nədəni varmı, bir iqtisaddan olaraq? Bunun çoxlu səbəbləri var. Mən neçəsinə bir işarə edim. Əsas səbəblərdən misal üçün baxsaq, bizdə etirazların mahiyyəti biraz nə deyim, bizdə kürdlərlə biraz fərqlidir. Kürdlər bizlərdən daha rahat etirazlar edə bilirlər və hətta qeyri-mədəni yollara başvura bilirlər. Onun əsas səbəbi kürdlərin olduğu bölgələrin potansiyelindən gəlir. Zaten Azərbaycanla müqayisə etsək, Azərbaycanın ekonomisi çox yüksək səviyyədə. İki böyük sektor var Azərbaycanda. Birincisi əkinçilikdir, ikincisi servis bölümüdür. Servis bölümü deyəndə idarələrdir, idarə sistemi. Kürdlərdə əkinçilik biraz zəifdir, yəni o coğrafi olaraq Azərbaycanla müqayisə edəndə. Və bunların zaten cəmiyyətləri az olduğundan və biraz da dini, məzhəbi fərqli olduğundan hakimiyyətdən biraz fasilə açıb yeraltı qaynaqlar istifadə edirlər. Yəni yeraltı fəaliyyətlərlə məşğuldurlar. O yeraltı fəaliyyətlər bunlara bir azadçılığı verir ki, etirazlarının mahiyyəti fərqli olsun. Ancaq Azərbaycana gəldiyimizdə Azərbaycanda dövlət çox böyükdür. Yəni qorxma, statistik yox, ancaq məncə baxsaq, Azərbaycanın sadəcə bir Təbrizi çıxsaq, bəlkə Urumda da bir kiçik hissə, sənaye sektoru təqribən yoxdur. Yəni şəhərlərin heç birisində. Və Azərbaycanlılar hardadılar? Sənayedə yoxdular, harda çalışırlar? Bir, əkinçilikdir, ikincisi servis deyəndə idarə sistemi. İdarə sistemində olduğun, Kürdlərdə, məsələn, idarə sistemində çalışanların sayısı bizdən müqayisədə fövqəladə azdır. Ancaq bizim millətin çox böyük hissəsi dövlətə çalışır. Bu birincisi. Hətta mötəriz olsalar da, hətta şəraitdən razı olmasalar da,
O dövlətə işlədikləri halda təbiətən bunların maaşları dövlətə bağlı olur və bu maaşlar dövlətə bağlı olmaq istər-istəməz bu etiraz ruhunu o millətin bir hissəsindən alır. Gəlir qalır kəndlər və kəndlərdə məmulən belə bir baxış var ki, kəndlilər müstəqil ola bilərlər. Yəni sadəcə əkin əkirlər, nə bilim, dövlətə bir o qədər də ehtiyacları yoxdur. Halbuki keçmiş 40 ildə biz baxsaq, bu trendə baxsaq, keçmiş 40 ildə hakimiyyət yumuşaq siyasətlərlə bütün kəndləri özünə bağlı eləyib. Hətta o kəndlilərin əkdiyi toxumu da və hətta nə bilim kəndlilərin o ununu da səhmiyyə ilə verir. Yəni kəndlilər yenə də o maaşlarını təmin etmək üçün dövlətə bağlılar bizim bölgədə. Kürdlərdə biraz fərqli ola bilər, Bəluçlarda biraz fərqli ola bilər. Bu istər-istəməz bizim millətdən o etiraz ruhunu alır. Bu birinci səbəb. İkinci səbəb, iqtisadda bir bəhs var. Deyirlər ki, insanlar, yəni iqtisadın əsaslarından biri rəşnal olmaqdır, rəşnal məntiq. Biz iqtisad yəni belə başlayır ki, insanları fərz eləyir ki, insanlar məntiqlidirlər. Məntiqli yəni bu cür ki, hər iş, hər təsmim ki tuturlar, onun mənfəətlərini və həzinələrini ölçürlər. Əgər mənfəət üstün gəlsə, o əməli yerinə yetirirlər. Bizim millətin Urmu gölü məsələsində baxsaq, həm keçmiş illərdə, həm bu illər, yəni bu il baxsaq, görürük ki, bizim millət 20 ildir bir sivil yolu denədilər. Yəni bir sivil yol dəfələrcə millətimiz çıxdı xiyabana. Hələ sözüm yox, güclü, gücsüz çıxdılar, etiraz edən oldu. Və bu etirazlarda, nə bilim, yüzlərcə insan zindan hökmü yedi. Toplasaq bəlkə 300 ildən çox zindan çəkən var bu göl haqda. Ancaq 20 il keçir, 20 ildə Urmu gölünün halında heç bir gəlişmə olmadı ki, heç Urmu gölünün halı geriyə gedir. Millət baxır, görür ki, 20 ildir biz xiyabana çıxırıq, o etiraz edənlər, təbiətən etiraz eləməyənlərlə işimiz yox. Baxır, görür ki, 20 ildir biz çıxırıq, qazanc bizə, etirazın qazancı nə ola bilərdi? Yəni məntiqi baxsaq, qazancı bu ki, Urmu gölünün məsələsi həll olsun. Yəni dövlətdə bir intihaf olsun, dövlət gəlsin bu məsələni, bizim etirazların sivil halda gəlsin, bizim sivil etirazların nəticəsində gəlsin, məsələni həll edəsin. Halbuki nə təkcə bu Urmu gölü məsələsində biz keçmiş 44 ildə heç bir sivil məsələdə görməmişik ki, İran hakimiyyəti özündən bir intihaf göstərsin və ya bir məsələni sivil yollarla həll eləsin. Şəxsən mən tanımıram. Bəlkə bəzi dostlar deyər ki, Xordad 85, Xordadın 80, yəni 85-i Xordad ayında etirazlarda millət çıxdı, etiraz elədi, İran dərgisi, qəzetəsi bağlandı, nə bilim o Manan Estanını işdən aldılar, belə sözlər deyə bilər. Ancaq onun bir, həzinəsi dövlət o bir o qədər yox idi və çoxlu siyasi şou halı var idi. İkincisi də, yəni üstə desə, həzinə fürsət bəhsi var iqtisadda. Hər insan, ya hər dövlət bir işi görəndə onun İngilisdə cost benefit olur, farsı ya Azərbaycandası faydaları ilə şeylərin ölçür də, ziyanların və alternativ iş ki görür, alternativlərin ölçür. Hakimiyyət baxır, bir an özümüzü hakimiyyətin yerinə qoysaq, ekstraktiv hakimiyyət, mənə fəqət bir qaynaq mühümdür, yeraltı qaynaqlar, xalq nə olur olsun, millət necə taracı olur olsun, nə işim var, belə düşünür. Baxır görür, mən bu Urmu gölünü diriltmək üçün bu qədər həzinə sərf eləməliyəm. Qazancı mənə nədir? Orada bölgədə olan millətin, nə bilim, sağlığı, oranın ekonomisinin sağlığı ki, mənim ekonomimdə bir o qədər də oxumur. Yəni, orada bütün əkinçilik sistemi düzgün işləsə belə nə yazar, nəftlə müqayisədə. Yəni, bir o qədər də ehtiyacı yoxdur o bölgənin iqtisadının çalışdırmasına. Biraz haşiyə gedirəm, ancaq geri dönərsəm, yəni millət belə baxır. 20 il biz denədik, sivil yolla çıxdıq xiyabana. Əlbəttə, sivil yolların, fərqli sivil yollar vardı. Biz sadəcə birini denəmişik və onu da düzgün denəməmişik.
Yəni əsas təşkilatı üçün içəridə təşkilat olmayıb və imkanı olmayıb təşkilat yaransın. Təşkilatı təminimiz yox. Hətta o sivil etirazlarımız ki olur, plan fəqət bir günlükdür, bir neçə saat. Çıxırıq, hakimiyyətdə 44 ildə öyrənib da, bilir. Nəhayət, mən bir var, milyardlar dolar pul xərcləyəm, Urmuc gölünü dirildəm. Onun qarşısında nəhayəti budur ki, dibi yap sonunda xalq çıxacaq xiyabana 4 saat etiraz eləyəm. Mən də bir ikisini vuracağım, 5-10 tutacağım. Həzinəsi mənə budur. Bundan izafə deyər ki, yəni Urmuc gölünün qurumasının xalqa həzinəsi ölüm qalımdır. Yəni quruyur, həzinəsi ölümdür. Bəlkə bugün olmuyor, ancaq tədrici ölür. Çünki Azərbaycanda bizim ikinci bir sektorumuz yoxdur. İkinci sənaye yoxumuzdur. Orada millət əkinçiliyi əldən verəndən sonra köçmək məcburiyyətindədir. Hakimiyyətə heç bir həzinəsi yoxdur. Yəni həzinəsi çox aşağıdır. Etirazlardan bizim hədəfimiz budur ki, hakimiyyətə həzinəni çoxaldaq. Ancaq təəssüflə bugünə qədər onu başarmamışıq. Hakimiyyət də baxır, mənfəətlərin, həzinələrin ölçür, görür ki, bir o qədər də həzinəsi yoxdur. 5-10 nəfər tutacaq, 4 saat, 5 saat. Sonra hər şey yatacaq. Yəni nə etirazımız düzgün olub, etiraz olub, ancaq etirazımız yəni sistematik olmayıb. Sistematik olmayanda da nəticə bu olur ki, 20 il etirazdan sonra heç bir nəticə görmürük. Heç şərait daha geridə. Yəni müqayisə etsə 20 il bundan öncə ilə Urmuc gölünün vəziyyəti daha da pis vəziyyətdə. Nəysə, mən çalışdım bir qısa danışım, ancaq uzun danışıram. Çox üzr istəyirəm. Problem deyil. Onda bəs mən üçüncü suala keçim. İndi bizim çıxış yolumuz nədir və ya çıxış yolu varmı bundan? Mən bu sualı çox düşünmüşəm. Yəni dəfələrcə nə edə bilərik? Çox bəzən bir işarə elədim. Bəzən biz insanların bir xasiyyəti var. Oturulmuş fikir var. Bəzi fikirlər var yerində oturub. Heç zaman o fikirləri və o metodları çalışa çəkmərik. Misal üçün, Pişəvəri dönəmindən tutaq bu tərəfə gələk, rəhmətli Pişəvəri dönəmindən. Bütün sivil etirazlara baxsaq, sivil etirazların fərqli yollarında bir çox denəməmişik biz. Yəni, baxsaq elə etiraz adı gələndə elə bəyanıyə verilir, millət çıxsın xiyabana, bir tədad şüarlar versin, sonra hakimiyyət bir tədadını tutsun, bir tədadını zindana məhkum eləsin, bir tədadını işgəncə eləsin, bəziləri də canın sağlıqları etirazlardan bir şey olmur. Və bir günlük olur, yəni sistematik də olmayıb. Biz birinci, sivil yolların alternativi, yəni milli hərəkətin elitləri, milli hərəkətin düşünürləri, alternativ yollar düşünməliyik. 20 il çox uzun bir zamandır. Yəni bir Kanadalıya, bir Amerikalıya biz desək ki, biz 20 il millət olaraq bir məsələ üstündə sivil şəkildə mübarizə apardıq, nəticə ala bilmədik. Onların fərqli önəriləri olacaq. Mən bunu denəmişəm. Yəni burada Amerikalı həmkarlarımdan danışmışam. Fərqli yollar qoyurlar ortaya. Baxmayaraq ki, orada ola bilər, ola bilməz, o bölgəyə bağlı. Bizim bölgədə biraz şərait daha gərgindir, çətindir. Hər halda sivil baxsaq, biz çalışırıq mədəni gedək qabağa. Ancaq bugünə qədər biz tutan strateji və hakimiyyətin initafının olmaması səbəb olur ki, yəni o sivil qapılar bağlanıb. Ya bir hakimiyyət bilir, bizim sivil hərəkətimizi bilir, stratejimizi bilir. Bilir ki, hakimiyyət bilir, nəhayət budur ki, Azərbaycan millətçiləri istəsələr etirazı, bu məsələni çəkəcəklər gündəmə, bir bəyanıyə verəcəklər, 40 ildə bunu təmin edirlər. Bəyanıyə verəcəklər 100 nəfər, 50 nəfər gələcək xiyabana, sonra mən də bilirəm da, 40 ildə təmin eləmişəm, çox çətin bir işdir. Biz alternativ sivil yollar düşünməliyik. Etirazlar necə olmalıdır? Bəzən sivil yolların fərqli yönləri var. Biz çalışmalıyıq ki, həzinəni, o sivil yolların həzinəsini azaldaraq, yəni minimum həzinə ilə
dövlətin həzinəsini çoxaldaq. Yəni dövlətin nə qədər həzinəsini çoxalda bilməmişik, hakimiyyət bizi heç zaman ciddi almayacaq. Bizim bu günə qədər tutduğumuz stratejilərin heç birisi hakimiyyətin həzinəsini yüksəldə bilməyib. Bir qısa diskindirib, ancaq yüksəldə bilməyib. Biz fərqli alternativ yollar düşünməliyik ki, necə? Yəni sıralamalıyıq. Milli Hərəkətin düşünürləri. Sıralayaq. Bizim əlimizdə olan imkanlar budur. Yəni indiki stratejiya alternativ olan ən yaxşı strateji nədir? Bu necə eləyə bilər ki, Cümhur İslamını diskindirə və onun həzinəsini arta ki, hakimiyyət başlaya ciddi düşünə vurum məsələsini. Bunları düşünməliyik və başqa mənim bəlkə bir fikrim də var, bəlkə dostların bir çoxu qarşı ola. İran hakimiyyətin davranışını biz ölçdüyümüzdə, araşdırdığımızda İran hakimiyyətində heç bir sivillik görmürük. Bu qeyri-sivil bir hakimiyyətlə ekstraktiv, yəni sadəcə insanlara yox, onların ayağının altında olan, torpağın altında olan qaynağı düşünən rant bir dövləti ilə necə sivil mübarizələr apara bilərik? Hansı stratejilərlə onların həzinəsini yüksəldə bilərik? Bunu düşünməliyik. Bu günə qədər düşünməmişik. Gerçəkdən yəni sadəcə elə təkcə bir stratejimiz var. Bəyaniyyə, milləti çağır. Millət də rasionaldır. İngilislər demişkən ağlı var, məntiqi var. Millət bağır, 20 ildir mən etiraz edirəm. Heç bir mənfəət yox, sadəcə həzinədir. Millət də bağır, mən xiyabana çıxsam, vurub öldürəcək, ya tutacaq, zindana salacaq. Sonra nəticədə də olacaq, dövlət öz bildiyində mənə fəqət həzinəsi var. Ailəm fişara düşəcək. Hələ biz həzinələr deyəndə biz sadəcə o zindanızadı görürük. Biz heç zaman o ailələr biri ki tutulanda onun ailəsinə nə qədər stres olur, nə qədər stres çəkirlər, onları heç nəzərdə almırıq ki. Nəysə, bunu istəyirəm deyəm ki, millət çıxmır və etirazlar cavab vermir. Bunun əsas bir səbəbi etirazların cavab almamasıdır və stratejimizin baxmayaraq ki, nəticə vermir, onun üstündə dayanmamız və ona təkid eləməmizdir. Təşkilatların olmamasıdır, təşkilatların hətta etirazlara planının olmaması. İçəridəki təşkilat yox, xaricdəki təşkilatları deyirəm. Yəni, strateji heç zaman düşünülməyib. Bir də qeyri-sivil dövlətlərlə məmulan qeyri-sivil yollarda həmişə açıq olmalıdır. Bizdə bir yerinə oturmuş fikir var ki, qeyri-sivil yolların həzinəsi yuxarıdır. Təbiətən yuxarıdır. Ancaq yəni bu sual soruşaq, biz sivil yollarla hədəflərimizi əldə edə biləcəkmi? Bir dənə misal vurum. Dünyada Azərbaycan millətinin tayı dünyanın heç bir yerində yoxdur ki, 100 ildən artıq dilinin haqqında, dilinin uğrunda mübarizə aparsın. Başqa bir millət mən tanımıram. 100 il dilinin uğrunda mübarizə aparsın. Belə bir iş ola bilərmi? Görsədir ki, bizim stratejilərimiz yanlışdır, ya da cavab vermir. Nəysə, millətin məncə gücləndirmək üçün etirazları və yəni çıxış yolumuz, daha doğrusu, təbiətən çıxış yolunu mən bunda görürəm ki, fərqli yollarla dövlətə həzinəni yüksəltməliyik. Həzinə yüksək olandan sonra dövlət başlayacaq bizi ciddi alsın. Necə yüksəltməliyik? Bunu təbiətən oturub düşünməliyik. Sonra bir də alternativ yollar var. Bəzən dostlar, mən görmüşəm ki, yəni danışıqlara qulaq asıram, mən deyirlər, almadan püstəyə keçid verək, nə bilim, qarpızdan gedək, suaz işlədən məhsullara gedək. Dünyanın heç yerində bu işi millət görməyib. Yəni biz bu milli hərəkət olaraq bu işləri görə bilmərik. Niyə? Bir, sistem sivil dəyər, bunu çox danışırıq. Bu işi dövlət görməyəcəksə, bu iş düşür NGO-ların boyunda. Sivil NGO-lar olmalıdır və çalışmalıdır. Hakimiyyət bizim bölgədə NGO-ları özünə alternativ görür. Misal verirəm, zəlzələ olur, milli hərəkətdə yığışırlar, insani köməklər aparırlar zəlzələ olan bölgələrə, ya sel olan bölgələrə. Onun qarşısını alır. Niyə? Özünü rəqabətdə görür.
NGO-ların qarşısına al. NGO bir sivil yoldur. Yəni xalq özü məsələn şəxs olaraq durub gedib o məsələni həll eləməyəcək. Şəxs olaraq əkinçi baxır ki, deyir ki, mən məsələn püstüyə keçid verdim. Hansı təzmin var? Bazar çalışmır. Sabahları hər şey mərkəzin əlində. Kirmanla müqayisədə mənim məhsulum nə qədər Kirmanın məhsulundan keyfiyyətli və ucuz olmalıdır ki, mənim məhsulumu gəlib alsınlar. Dövlət mənə bu bazarı yaradacaqmı? Yaratmayacaq. Çünki dövlətin heç planında yoxdur belə bir işləri görsün. Bu keçid vermələr və təbliğat eləyə bilərik bəzən qısa-qısa işlərlə, bəlkə biraz nə bilim ağır kəsici kimi bir şeylər ola bilər. Ancaq məncə həll yolu deyil. Çünki nə NGO-larımız var, bu iş dövlətin işidir, siyasi sistemin işidir və siyasi sistem olmayan təqdirdə və siyasi sistem bu məsələni həll etmək istəmədiyi təqdirdə bizim əlimizdən təqribən heç bir iş gəlmir həzinələri yüksəltməkdən yuxarı. Bu həzinələri yüksəltməkdə də fərqli-fərqli yollar var. Biz sivil yolları düşünməliyik. İlk, sonra qeyri-sivil yollarda həmişə açıq olmalıdır. Hakimiyyət belə təbliğat aparır ki, o bölgədəki əkin yerləri çoxalıb, nə cür olub, quyuları qanunsuz quyu çıxardıb, şey eləyiblər, qanunsuz quyular qazıblar, yeraltı suları çıxardıblar. Bu, məncə məsələni kiçiltməkdir. Bu məsələni sadəcə yoxsul əkinçinin boynuna atmaq, elə bil məsələnin altından qaçmaqdır. Hakimiyyət bunu çox, nə deyim, sinsicə, yəni bilərək edir. Atır, bizim də fikrimiz gedir ki, qoyunun sayısı çoxdur. Nəm qoyunu nəm dolduraq, nəm neyini. Qoyunu kim dolduracaq? Gene o siyasi sistem dolduracaq. Kimin qoyusunu dolduracaq? Yoxsul kasıbın. Yaxçı, heç vaxt orada bir sipahi mafiyanın qoyusunu doldurmayacaq. Bu təbii bir, çünki o mafiya elə dövlətin sahibidir da, elə oranı o günə qoyan olardı. O nümayəndələr ki, bizim bölgədə var. Ya ustanların familləri. Nəysə, yəni biz istəsək bu cür düşünək ki, qoyular dolsun, püstüyə keçid verək, az su məsrəfi olar. Bu cür məsələlər sadəcə İranda olmayıb, dünyanın hər yerində iqlim məsələsi var. Əkinçilik ya bazarın o deyəlim market failure deyirlər də, bazar çalışmır, düz çalışmır. Belə bir şeylər olub, yəni sadəcə biz birinci millət deyilik. Onların təcrübələrindən istifadə eləməliyik. Bunu sistem olaraq gərək dövləti məcbur eləyək ki, buna keçid versin və bu məsələni ciddiyə alsın və nə bilim həll etməsini düşünsün. Misal vuracaqdım, yəni buranı istəyirəm, misal vuram. Bu dövlət məsələsidir, yəni dövlətin, misal üçün Amerikada əkinçinin zatı belədir. Baxır, biçim vaxtı baxır məhsulun qiymətinə, görür nə qədər baha gedir. O qiymətə əsasən gələn ilinin qərarını nə əksin, neynəsin, onun qərarını bu ilin qiymətlərinə əsasən tutur. Biz çox görürük, məsələn, Muğanda bir il pomidor əkirlər, hamı pomidor əkir, biçim vaxtına gələndə o qədər pomidor çoxdur ki, tərəf o əkinçi qoyduğu pulu götürə bilmir, heç o kargərin pulunu ödəmir ki, o biçin. Bu kargəri zaten əkinçinin, yəni o əkinçilikdən ayrılmaz bir hissədir. Bunu dövlətlər yönədirlər. Dövlətlər gəlirlər, biz düzgün çalışan sistem, məsələn, Amerikada, Kanadada, Avropada, misal üçün, mən olduğum əyalətdə elə şeydir, çevrə problemi var. Misal üçün, o qədər gübrə işlədiblər, yeraltı suların hamısı şey olub, nitrojenlə doludur, yəni sərətan tedadı çoxalıb bölgədə. İndi bir dövlətdir ki, gəlib bölgənin universitetlərinə milyardlar dolar büdcə verib, ekip düzəldib, araşdırırlar və bu gübrədən keçid verirlər başqa alternativ yollara. Ya misal üçün, bu əyalətdə, mən olduğum bölgədə, ya Kanadada, ya Avropada əkinçilərin bir çoxu hətta 3 il bundan sonraki məhsulun satıbdır. Futures market deyə bir şey var. Bugünkü məhsulun 3 ilki məhsulun satıbdır və bir sigorta sistemi də var ki, məsələn, 3 il sonra deyək ki, məsələn, bir yağıntı olmadı, ya bir qasırğa gəldi, bütün məhsullar aradan getdi. Bir sigorta sistemi var ki, o əkinçilərin o 3 il sonraki satışını təmin eləyir.
Yəni bir əkinçi o riski yaşamır. Bu sistemi dövlət yaratmalıdır. Bu sistemi biz nə qədər istəsək də, hətta əlimizdə nə qədər ictimai güc olsa da biz bunu edə bilməyəcəyik. Ona görə məncə bu püstüyə keçid çatdı çox müvəqqəti kiçik bir məsələlərdir. Bu məsələni çözməyəcək. Sadəcə bir çıxış yolu var. Dövlətə xəzinəni yüksəltmək fərqli-fərqli yollarla. Mən çox danışdım, üzr diləyirəm. Sözdə. Çox təşəkkür edirəm Behzad bəy, çox dəyərli bilgiləriniz üçün, bizə vaxt ayırdığınız üçün. Son olaraq izləyicilərimizə bir şey demək istəyirsiniz? Özəl bir sözüm yox. Çox sağ olun. Yəni əgər dinləyirsinizsə, vaxt qoyub dinlədiyiniz üçün çox sağ olun və ümid edirəm bir gün Urmu gölünü, yəni indiki durumdan çıxarda bilək millət olaraq və o günü qutlayaq. İnşallah. Çox sağ olun Behzad bəy. Əziz dinləyicilərimiz, siz də çox sağ olun bizimlə birgə olduğunuz üçün. Bugünkü intervyumuzu burada bitiririk.